Salam yoldaşlar. 14 oktyabr 2023-cü ildir. 3 nəfərlə Həça dağa gəldik, İlanlı dağa. O iki yoldaş başdan gəliblər. Dağçı qardaşdılar. Mən indi elə yerdə durmuşam ki, özüm bura nə qədər gəlmişəmsə, heç vaxt bura çıxmamışam. Çıxmağa da belə deyək, indi ya imkan olmayıb, ya alınmayıb. Buranı kim tanıyırsa, Həça dağı kim çıxıbsa, düşübsə, durduğum yerə bax bilər ki, bura çox nadir insanlar çıxar. Nə bilim, biraz riski sevən, nə bilim, biraz başdan biraz xarab, mənim kimi. Bax, indi görəsiniz. Yəni bu aydın da bu Cal kəndidir. Yaxınlar deyirəm də, Şurut kəndidir. Yerimdə fırlanıram. Bu köhnə Xoşkeşinin xarabalıqlarıdır. Xoşkeşindir, Əlincə kəndidir, ondan sonra Xanağadır, Qazançıdır, belə. O uzaqda Göynük kəndidir. Bax, burada da Nəhəcir dağın dibində də Nəhəcirdir. Bu Əsəfkərdir, o Nəhəcir dağıdır. Bu da Göydərə kəndinin bir qulağı görsənir. Ha, indi mən bura hardan gəldim? Bax, zirvə odur. Bax, zirvə odur. Orada dik qaya ki var ya, belə görürsünüz də dik qaya. Dik qayanın böyründən bir balaca, orada bir söntəmli bir yer var idi. Amma yer palçığıdır, torpağıdır. Amma bir təhər zorlaşdırdım da. Oradan yendik. Yendim düz aşağı buradan. Buradan çıxmışam mən, bir buradan. Buradan çıxmışam. Amma bunun dövrü var, buradan çıxmışdım. Oradan gəldim, bir də təzədən çıxdım. O iki yoldaş birinki sarğıda çıxmadı. O birisində dedim onun yanında qalsın. Ben burada indi qayıdacağım. Yəni kim bu Həça dağa gəlib, kim bura çıxıb, bilər ki, Şuruta tərəf, Cala yox, Şuruta tərəf olan tək zirvə ki var, hər tərəfə də 90 dərəcədir. Bu qarşı tərəf bax buradan. Belə baxarsan dibi görsənmir. Belə. Yəni bu Həça dağda da aşağı yuxarı da arzum qalmadı. Mən həmişə buranın həsrətindəydim ki, buranın tər çıxarım. Yəni belə baxın da, yəni ətraf 90 dərəcədir. Beləsinə. Buradan bir balaca bitişiklik var ona. Burada da bunun dibi görsənmir. Bura 90 dərəcədir. Biz oradan gəlmişik. Bu yalın üstündən açdıq, keçdik, gəldik bura. Necə deyərlər? Buna mən igid oğlanım. Siz deməsiniz də, ev yoxdur. Ben özümə deyirəm ki, igid deyirəmişim, bura çıxmışam. Haqqanda elə zorba saldım. Çıxdım, indi çıxmışam. İndi çıxmaq asaddır, aşağı yuxarı, dağa çıxanlar bilir. Düşmək ondan çətindir. Yəni baxır harda düşmək çətindir da. Məsəl üçün diş sıldırımda çətin olur. İndi burada dikdir. İnşallah düşəcək. Problem yoxdur. Çox olsa zapas qanadım var. Açacağım, uçub gedəcəm. Belə. Hələlik. Qismət olsa aşağıda görüşürük.